Geri gelmişken oy ne yaşanır burada? Ne etti Michels? Neftçinin texniki zonasında olan kiməsi topu attı və bu qırmızı vərəqədə əlbəttə ki, Michels meydandan qovulur, belə hərəkət eləmək olmaz. Amma buna səbəb nə oldu? Bax, bu çox maraqlıdır. Emil Səfərovla deyəsən konflikt yaşadı. Michels Səfərov artıq Eterzon qəmiyyəsində Səfərov ikinci sarı vərəqəni alır və meydandan qovulur o da. Texniki zonadan qovulur. Paltar dəyişmə otağına yollamadı. Michels birbaşa qırmızı vərəqə aldı və oyunu azlıqda bitirəcək sabah. Bax, belə çox sakit, çox az emosiyalı məcrada keçən maç sonu birdən-birə belə gərginlikliyyətdə qalır. Çempionluğu qeyd edəcək Michels bunu gözlədiyi anda birdən-birə belə bir konfliktin içində özünü aşkar elədi. Çox güman ki, nəsə dedi ona orada Emil Səfərov, o da birbaşa topu attı Emil Səfərov. İndi Emil Səfərov təxribata çəkdi, çəkmədi, bu başqa məsələ. Nə edib, nə deyib, fərqi yoxdur. Michels belə bir reaksiya verməməlidir. Burada Emil Səfərov deyildi əslində. Bu, Verlindumun köməkçilərindən kimi isə Michels'a topu verərkən gecikdirdi. Daha sonra yəni ki, nəsə dedi və Michels özündən çıxaraq topu onun üzünə attı və daha sonra artıq Emil Səfərov nəsə etdi deyə sarı vərəqə aldı. İkinci sarı vərəqəni aldı. Belə bir sonluq sabah Neftçi maçında. Emil Səfərov son oyunda iştirak etməyəcək. Bu öz yerində yer gəlmişkən bunu deyək. Kəpəzlə maçda iştirak etməyəcək, amma həmin oyunun turnir əhəmiyyəti qalmaya da bilər. Əgər bu oyunda Neftçi qələbə qazansa, əlbəttə ki. Emil Səfərov buna qədər yalnız Qarabağla maçda bir sarı vərəqə almışdı. İndi bir oyunda 2 dəfə sarı vərəqə ilə cəzalandırıldı. Sabah hazırlıqda qalır. Bu Neftçinin qələbə şanslarını bir qədər də artırır. Qələbəsini yaxınlaşdırır. Hətta deyərdim. Bu arada Zirə də gün zərbəsini yerinə yetirir. Hələ də meydandan çıxmayıb Joel Michels. Heç onu razı sala bilmirlər. Komanda yoldaşları belə. Michels bu qədər özündən çıxaran nə oldu? Bax, bu çox maraqlıdır. Nə dedi ona orada? Verlindumun köməkçilərindən biri. Sadəcə topu belə bu şəkildə ona verməsi Michels özündən çıxardı. Bilmirəm, amma bir şey dəqiqləşdi ki, Michels bu mövsümü Premier Ligada 19 golla başa vuracaq. Bax, bu artıq dəqiqdir. Çox güman ki, ona da heç kim çatmayacaq. Fantastik bir şey baş verməsə. Çox fantastik bir şey baş verməsə. Ona görə deyə bilərik ki, Joel Michels 19 golla 2025-2026-cı illər mövsümünün Azərbaycan Premier Liqasının bombardiri oldu.